Hal-hazırda gördüyümüz sümüklər, istər videolarda, istər məişətdə qidalarda biz bir sümük görürük. Misal üçün, bud sümüyünü təsəvvür edin. Bu sümüklər hər zaman belə bütöv olmurlar. Uşaqlıq dövründə bir neçə hissədən ibarət olur və onların arasında yumuşaq qığırdaq toxuması olur. Canlı təsəvvür eləyə bilək deyə kəllə qutusunun sümüklərini təxmin eləyə bilərik. Körpədə görürsünüzmü, yumuşaq olur araları və bir neçə sümükdən ibarət olur, amma insan böyüdükcə kəllə tam bütöv bir sümükləşir, sümükdən ibarət olur, tam olur. Burada deməkdə məqsədim budur ki, məhz bu yumuşaq aralarda olan yumuşaq qığırdaq toxuması hesabına sümüklər uzunluğuna böyüyür və bəlli bir müddətdən sonra o yumuşaq toxuma bərkləşir, sərtləşir və biz nəticədə tutaq ki, bir uzun, bir borulu sümük, bud sümüyünü görürük, tam şəkildə, sərt şəkildə. Bir daha qeyd edirəm, uşaqlıq dövründə belə olur, kiçik bir neçə hissədən ibarət olur. Və əgər bərkimə, sərtləşmə gedibsə, demək ki, artıq qığırdaq, yumuşaq qığırdaq toxuması birləşib, sümükləşib və bunu bəzi mərkəzlərdə eşidirsiniz, hətta güya ki, mexanizm izah edirlər. Bu yumuşaldırıq deyirlər. Yəni, güya ki, boy zonalarını yumuşaltmaqla yenidən boy artımına nail olurlar. Amma bunu izah etdikdən sonra siz məsələnin absurdluğunu təsəvvür edin, əziz izləyicilər. Sümük bərkiyir, boy zonaları bağlanır. Bağlanma məhz sümüklərin bərkiməsi deməkdir. Bunu yumuşaltmaq nə deməkdir? Əvvəla kənar təsirlərlə bunu etmək mümkün deyil. Bu, yalnız bədəndə hansısa xəstəliklər varsa sümük yumuşala bilər və əgər sümük yumuşalıbsa, bu ağır bir patologiya deməkdir. Yəni, boy zonalarını yumuşaldıb boy artımına nail oluruq, bu tamamilə cəfəng bir fikirdir. Əslində etdikləri nədir? Uzun müddətli artırma hərəkətləri və s. ən yaxşı halda bu olunur. Olunursa da bağların, əzələlərin boşalması hesabına oynaqlar bir-birindən aralanır və bu təxminən güya ki, boy artımı kimi qeyd oluna bilər. Boy zonaları bağlanandan sonraki insanlardan gedir söhbət və ən təhlükəlisi isə biz bilirik ki, onurğa sütununun əyrilikləri var. Bunlar normalda belə də olmalıdır. Dartınma hərəkəti və bəzi cihazlarla uzatma hərəkəti zamanı bu əyrilikləri düzəldirlər və bunun da nəticəsində güya ki, boy artımından nail olurlar, amma ehtiyatlı olun, əziz valideynlər, bu işləri ilə uşaq endokrinologu məşğul olurlar.